Bismillahirrahmanirrahim. İmam Muhammed Baqir aleyhissalam buyurur, üç dəstə qiyamət günü Allaha şikayət edir. Onlardan biri xarab olan məscid. İmam özü buyurur, xarab olan məsciddən məqsəd odur ki, həmin yerin əhli orada namaz qılmaz. Məsələn, bir məntəqədə bir məscid var, o məntəqənin əhalisi əgər o məsciddə namaz qılmaq üçün o məscidə gəlməzsə, məsciddə iştirak etməzsə, həmin məscid qiyamət günü Allaha şikayət edir. İkinci buyurur, alim beynə cühəl, cahillər arasında olan alim. Yəni bir məntəqədə, bir yaşayış yerində əgər bir alim varsa və insanlar öz vəzifələrini, şər'i vəzifələrini ondan öyrənmirlərsə, o alim qiyamət günü Allaha şikayət edir. Üçüncü imam buyurur ki, mushafun muallaqun, bağlı olan Qur'an-ı Kərim. Yəni o Qur'an-ı Kərim kidir, artıq onun üzəri toz torpaq bağlayıb və o oxunmur. Yəni bir insanın evində əgər Qur'an-ı Kərim olarsa və insan o Qur'anı oxumazsa, üstü toz bağlayar, onu bağlı şəkildə saxlayarsa, həmin Qur'an-ı Kərim qiyamət günü Allaha şikayət edir. Yəni imamın sözünün nəticəsi budur ki, qiyamət günü insanın əleyhinə şəhadət verənlərdən biri də həm məscid olar, həm alim olar, həm də ki, oxunmayan Qur'an-ı Kərim olar.